Değerli izleyiciler, hal-hazırda bugün şəhidimiz Xudayarın anasından və Rəsul qardaşımızın atası bugün ziyarətdəyik. Allah cəm şəhidlərimizi rəhmət eləsin. Dediyim kimi hal-hazırda biz Bərdə şəhərindəyik. Biz özümüzə borc bildik, gəldik burada 3-4 şəhid ailəsində olduq. Hal-hazırda şəhidimizin bugün mövlud günü olduğu üçün özümüzə borc bildik, qaldıq. Bu mövludda da iştirak edək. Və şəhidimizin anası, Xudayar qardaşımızın anası İradə xanım da burada iştirak edir. Hətta bizim Biləsuvardan şəhidimiz Rəsul qardaşımızın atası Yusif kişi də iştirak edir. Və özümüzə borc bildik ki, şəhidlərimizi ziyarət edək. Allah şəhidlərimizi rəhmət eləsin. Dəyərli qazilər, Allah sizləri var eləsin. İlk öncə Allah sizlərə şəfa versin. Biz də qəhrəmanlar diyarı Biləsuvardan gəlmişik. Dedik, şəhidlərimizi çəkək, paylaşaq. Sizləri də görmək bizim üçün bir qürur verici oldu. İstərdik bugün Elməddin qardaşımızın mövludunda bir-iki kəlmə sizlərdən də götürmək bizim üçün bir qürur verici olar. Buyurun. Şəhidlərimizə rəhmət eləsin. İmkanlar cənnət olsun inşallah. Təşəkkür. Təşəkkür edirəm, var olasan. Buyur qardaşım. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Ruhları şad olsun. Ailələrinə səbir versin. Allah usta duran əsgərlərimizi qorusun. Zəfər Ailə Baş Komandanımız var olsun. Təşəkkür edirəm. Allah sizlərə şəfa versin və sizin Simozda bütün qazilərimizə Allah şəfa versin. Qarşılarınızda baş əyirik, var olasınız. Bərdə şəhid analarında bugün özümüzə borc bildik. Burada şəhid analarını çəkək, işğalandıraq. Çünki bugün rahat, sərbəst azadlığımız şəhid analarına borcluyuq. Allah cəm şəhidlərimizi rəhmət eləsin. Əziz dəyərli şəhid analara, qarşınızda baş əyirik. Bugün rahat, sərbəst, azadıqsa sizin kimi qəhrəman analara borcluq. Bugün üçrəyli bayrağımız rahat dalğalanırsa, vallah sizin kimi qəhrəman analar, övladların vətən uğrunda qurban versələr də bugün başlı dik tutaraq, təki vətən sağ olsun deyən analarsınız. Bugün Elməddin qardaşımızın mövlud günüdür. Allah ruhunu şad eləsin. Biz də özümüzə borc bildik ki, qəhrəmanlar diyarı Biləsuvardan gələk, sizin kimi qəhrəman anaları işıqlandıraq və bütün dünya bilsin ki, Azərbaycanın bu cür qəhrəman anaları var. İstərdim ki, elə bugün dəyərli analarımızdan söz götürək. Buyur. Buyur, buyur anam. Bir iki kəlmə deyil. Buyur anam. Bugün Elməddin mövlud günüdür. Biz bugün hər dəqiqə nəfəs almağımıza bu şəhidlərə borçluyuq. Oğlanlar öz qanları ilə tarix yazdılar. Analarını, bacılarını seçmədilər, vətəni seçdilər. Onlar vətən oğludur. Vətənin qeyrətli oğulları. Bizim qeyrətimizi, namusumuzu dala qaytardılar. Yerə düşən pataqlarımızı götürdülər, başa qoydular. Taxtanan yaylıqlarımızı başımıza bağladılar. Ona görə də bütün Azərbaycan xalqı bugün bu şəhidlərə borçludur. Mən Abşov Asifin anası hər dəqiqə aldığım nəfəsə görə bütün şəhidlərə borçluyum. Təşəkkür edirəm. Təşəkkür edirəm anam. Qarşında baş əyirəm. Buyur anam. Bugün biz buraya yığışmışıq. Elməddin balamızın bu günləri mövlud. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Məqamları uca olsun. Allah analarına, atalarına, hamısına səbir versin. Elməddin də, Elməddin Seyzadə evin təki oğludur. Nazlı ana onun gücünə balayla saxlayıb böyütmüşdür. Allah hamısına rəhmət eləsin. Mən Mehdizadə bir paşanın, antiterror şəhidi Mehdizadə bir paşanın ödüşüyəm. Mənim oğlum da bir günlükdə antiterror şəhidi oldu. Allah demək onların uca eləsin. Mənim oğlum da bütün döyüşlərdə iştirak elərini, axırda da Ağdamın Patlarətinindən şəhid oldu bir günlükdə. Bütün döyüşlərdə ancaq iştirak eləmişdir. Allah Elməddin balamıza rəhmət eləsin. Məqamı uca olsun. Təşəkkür. Var olasın, dəyərli analar. Allah sizləri var eləsin. Hər zaman sizlərin qarşısında baş əyirik. Kimlərin sözü varsa buyursun, dəyərli analar. Vallahi söz deyən övladlarınız necə söz deyib? Siz də başlı dik tutaraq sizlər rahat danışmalısınız. Buyurun anam. Balalarımız 44 günlük oksilik həsrətə 44 gündə son qoydular. Torpaqlarımızı aldılar. Allah cəmi şəhidlərimizin nəfsəni cənnət məqamıcı olsun. Həyata yığışmamızın səbəbi evin təkbiri oğlu. Elməddin balamızın 5-ci mövlududur. Cənnətdə 5-ci mövlududur. Allah arzu bacımıza səbir versin. Elməddin balamıza ruhu şad, məqamı uca, məkanı cənnət olsun. Bir daha şəhidlərimizin məkanı cənnət. Allah biz analara səbir versin. Yaşayaq ki, balalarımızı yaşadaq. Təşəkkür anam, var ol. Buyur anam. Evin təki oğlu, Elməddinin mövlududur. Biz analar yığışmışıq, onun mövludular. Bu oğlanların hesabını
Yaylıqlarımız başımızdadır, namuslarımız özümüzdədir. Allah cəmi şəhidlərimizin ruhunu şad etsin. Sizdən çox sağ olun ki, işıqlandırırsınız. Borcumuzdur. Təşəkkür edirik. Buyurun. Buyurun. Bugün Arzu bacımızın balasının evi yeganə övladı Elmədin balanın mövlududur. Mövludu mübarək olsun. Arzu bacımıza Allah səbir versin. Bəhmən Asiya, Bəhmən Bəxtiyar olub. Baş əyirəm 3000 şəhidin qarşısında baş əyirəm. Onlara görə, hamımız onlara görə yaşayırıq. Onlara borclukda dönürəm. Təşəkkür. Razı eləsin sən. Var olasın. Borcumuzdur, bizim borcumuz. Sağ eləsin. Allah sizdən razı olsun. Təşəkkür. Arzu anamıza da səbir versin. Təşəkkür, var olasın. Buyur, sizdən bir iki kəlmə deyərdiniz. Öncə sizə öz təşəkkürümü bildirirəm. Borcumuzdur bizim. O qədər məsafəni qət edib gəlmisiniz. Düzdür, hamımızın borcudur, amma birdən unuduluq da. Bugün